Dekabrın 26-sında Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Heydər məscidinə gəldilər. Dövlət başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12.000 kvadrat-metr sahədə salınıb. Məscidin fasadı Şirvan Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib. Ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Qeyd edək ki, Prezident İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində saxlayıb. Burada həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından maraqlanıb. Mütəmadi olaraq bura gələrək görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib. Ümumi sahəsi 4200 kvadrat-metr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub. Günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir. Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Heydər məscidinin açılışı münasibəti ilə keçirilən mərasimdə iştirak etdilər. Mərasim Quran-ı Kərimdən ayənin oxunması ilə başladı. Bismillahirrahmanirrahim. لا يستوي أصحاب النار وأصحاب الجنة. Prezident İlham Əliyev ölkəmizin həyatında əlamətdar və tarixi hadisə olan Heydər məscidinin açılışı münasibəti ilə təbriklərini çatdırdı. 2 il ərzində möhtəşəm memarlıq əsərinin yaradıldığını, ölkəmizin ən böyük məscidinin artıq istifadəyə verildiyini deyən dövlət başçısı bildirdi ki, bu bir daha bizim milli mənəvi dəyərlərə sadiqliyimizi göstərir. Bu məscid hər zaman xalqına bağlı qalan və Azərbaycan qarşısında əvəzolunmaz xidmətləri olan Heydər Əliyevin adını daşıyır deyən Prezident İlham Əliyev, ümummilli liderin Azərbaycanın inkişafı ilə bağlı bütün istiqamətlər üzrə strateji hədəfləri müəyyənləşdirdiyini, onun dövlət-din münasibətlərinin formalaşması istiqamətində apardığı siyasətin bu gün də davam etdirildiyini vurğuladı. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində o illərdə dövlət-din münasibətləri qurulmuşdur, sağlam zəmində qurulmuşdur. O həmişə qeyd edirdi ki, biz öz milli, dini, adət, ənənələrimizə sadiq olaraq müasir dövlət qurmalıyıq, güclü dövlət qurmalıyıq. Bu idi onun strateji baxışları və dövlət-din münasibətlərinin qurulması, formalaşması böyük nailiyyətimizdir. Bugün də bu siyasət davam etdirilir. Heydər Əliyevin dövründə 500-dən çox məscid tikilmişdir Azərbaycanda. Yüzlərlə məscid təmir edilmişdir. Ulu Öndər müqəddəs Kəbə içində namaz qılmışdır. Mən xoşbəxtəm ki, bu xoşbəxtlik mənə də nəsib olmuşdur. Yəni, milli, dini dəyərlərə o illərdə göstərilən diqqət və müəyyən edilmiş istiqamət bugünkü Azərbaycanın güclənməsinə xidmət edir. Bugün xalqla iqtidar arasında birliyin sarsılmaz olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, yürüdülən siyasət xalqımızın maraqlarına söykənir. Dünyada maliyyə, iqtisadi böhranının yaşanmasına baxmayaraq, Azərbaycanda sabitliyin bərqərar olduğunu, beynəlxalq aləmdə ölkəmizin böyük nüfuz qazandığını qeyd edən dövlət başçısı, regional inkişaf, təhlükəsizlik, əməkdaşlıq məsələlərində də Azərbaycanın həlledici rolunu vurğuladı. Azərbaycan bugün dünyada söz sahibidir. Bizim beynəlxalq nüfuzumuz günü-gündən möhkəmlənir. Dünya Birliyinin üzvlərinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyirlər və bu dəstəyi bizə verilən səslərdə ifadə edirlər. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edibdir. Regional inkişaf üçün Azərbaycanın gördüyü işlər həlledici rol oynayır. Regional təhlükəsizlik, əməkdaşlıq, regional məsələlərin həlli budur bizim bu bölgədə ümumi işimizə qoyduğumuz tövhələr.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda bütün dini konfensiyaların nümayəndələri sülh şəraitində yaşayır. Sivilizasiyalar arası dialoq məsələsində də Azərbaycan nümunəvi ölkədir. Artıq ölkəmizin dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrildiyini qeyd edən dövlət başçısı çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxundu və əmin olduğunu bildirdi ki, vaxt gələcək işğal olunmuş ərazilərdəki məscidlər də bərpa olunacaq. Sonra Şimali Qafqaz müftilərinin əlaqələndirmə şurasının sədri, Rusiya Federasiyası Qaraçay Çərkəz müftisi İsmail Berdiyev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının sədri Aleksandrata, Dağ Yahudiləri Dini İcmasının sədri Milix Yevdayev, Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Şafiq Pişixaçev və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış etdilər. Sonda Ulu Öndər Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın, o cümlədən vətən uğrunda şəhid olanların ruhuna Fatihə verildi. Daha sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri fəxri xiyabana gəldilər. Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu.